1. Dərbənd, düzdür. Bundan plus. 3. Quba, düzdür. 6. Bakı, doğrudur. 2. Şəki, doğrudur. 5. Şamaxı, doğrudur. İndi mən sizə hadisə deyəcəm, siz o hadisəni bu rəqəmlərdən tapın. Deməli, 1747 və 1763-cü illər arası 2 hakimiyyətlik var. Şamaxı, bəli, doğrudur, 5-də yerləşir. Bəs yaxşı, əgər desək ki, üsyan zamanı hərbi şura yaradıldı. Qubada, bəli, Qarabağda da, Gəncədə də yaradılıb, daha doğrusu yadda saxlayın. Sadəcə o dövrü keçməyirsiniz. Deməli, Qubada hərbi şura yaradılmışdı. Bəs yaxşı, əgər desək ki, 1767-ci ildə Quba xanlığının nasıl vəziyyətə düşdü? Bakı, bəli, doğrudur. Bəs yaxşı, əgər desək 1192-ci ildə zəlzələ baş verir. Şamaxı, bəli, doğrudur. Bəs yaxşı, 1551-ci ildə Təhmasib tərəfindən özlə birləşir. Şəki, bəli, doğrudur. 1735-ci ildə müqavilə rejisləri çıxarıldı. Gəncə, haradadır? 4-də, bəli, doğrudur. Daha sonra, burada Georgiyevski müqaviləsini bayaqda dedik. Hansındaydı? 10-a, bəli, doğrudur. Quba və Lənkərana. Keçək indi bu hissələrə. Məsələn, əgər desək ki, 2 sülalə tərəfindən idarə edilib. Hansını götürək?